sallallahu aleyh ve ala ehli beytihi tayyibin tahirin el-masumin el-mukerremin siyyuma bakiyetillah fil aradin arvahuna lehul feda. Eûzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu kavli. Allahümme entegna bil huda ve elhimna taqva. Qabaq günləri ərz oldu, Mah-ı Ramazanda insan sübh əzanından qabaq gərək boynunda qusl olmaya. Yəni əgər bir vacib quslu boynunda var, sübh əzanından qabaq qusl eləmiş ola. İndi bir adam sübh əzanından qabaq boynuna quslu gəlib. Hala çay yuxuda ya qeyri yuxuda quslu gəlib boynuna. Bu gərək qusl eləyə. Əgər yata və bilə ki, yatsa yuxuya qalacaqdı, durub qusl eləməyəcək, gərək yatmaya qusl eləyə. Və əgər yata yuxuya qala, o günün orucu müşküldür, batildir. Amma əgər ehtimal verir ki, bu yatsa sübh əzanından qabaq oyanıb qusl eləyə bilər. Və niyyəti də elə budur ki, yatırı, deyir amma inşallah əzandan qabaq ayırlam, qusl elərəm. Həm ehtimal verirdi, ayıla bilər inşallah və həm də qəsdi budur qusl eləsin. Yatır, ittifaqən yuxuya qalır, ayılmır, gözünü açır görür ki, sübh əzanı soğulubdur. O günün orucunun işgali yoxdur. Amma əgər niyyəti budur ki, yatır, niyyəti budur ki, durub qusl eləyəcəm. Özdə ehtimalı oyanmaq verir, ayılır. Ayılır, şeytan yenə deyir, hələ tezdir, hələ vaxt vardır, hələ yat biraz da. Bu olur ikinci yatmaq. Yəni, quslun biləndən sonra bu olur ikinci yatmaq. Əvvəl yatında ki, yatıbdır, əgər ayılmadı, niyyəti də budur ki, durub qusl eləyəcəm və özdə ehtimal verirdi, dura bilər, qaldı yuxuya, orucu düzdür. Amma əgər əzan yatdı, sübh əzanından qabaq ayıldı, dubara yatdı, ikinci yatmaq. Bu niyyətlə ki, inşallah durub əzan, sübh əzanından qabaq qusl eləyəcəm, özü də dura bilərdi, adəti də budur, ya ehtimal verdi dura bilər, amma yuxuya qaldı. O orucu gərək qəza eləyə. O orucu gərək tutar o gün, sonra da qəza eləyəcək. Bəli, bir gün, bəli, bir gün. Hop, o zatlardan ki, ayat-ı şərifə-i Qur'anda və hədislərimizdə varid olub və biz insanların da həyatında çox əhəmmiyyətli bir mövzudur, zülm məsələsidir. Zülm məsələsidir. Qur'anın çoxlu ayələrində
zülmə işarə eləyir. Hala zülmün müxtəlif şəkilləri var. Məsələn, 2 ayədə bu gəlibdir ki, "İnnehu la yuflihu zalimun." Zalim adamlar rəstiqar olmazlar. Düz yurda çıxmazlar. Aqibətləri xeyr olmaz. Zülmün əcib əsərləri var. Biri budur ki, bu ayədə gəlibdir. Yəni yolda düz yolda olmaz. Yəni düz yurda çıxmaz. Xoşbəxt olmaz. Saadət yolunu tapanmaz. Zalim insan atiyəsi, ayəndəsi xoşbəxt olmaz gələcəyi, xoşbəxt olmaz gələcəkdə. Aqibət və xeyr olmaz. Resul-i Girami İslamdan nəql olub, İyyâkum və zulm fə innəhu yuxrib qulubukum. Məbada zülm eləyəsisə, o zatlardan ki, insanın qəlbini viran elər, qaranlıq elər, alt üst elər, günahdır, günah bücürdür. İndi bir hədis oxuyacağım. Bilxusus zülmün insanın qəlbinin qaranlığında, insanın qəlbi el olar ki, da haqq mətləbləri qəbul, haqq sözü qəbul eləməz. Haqq sözü qəbul eləməz. Görər ha haqqıdır. Amma qəlbi elə xarab olur, elə viran olur, elə alt üst olur ki, da həqaiqi qəbul eləmir. Baz Peyğəmbər-i Girami İslamdandır bu hədis ki, insan vaxtı bir günah elədi, hala müxtəlif nəqllərdə bu var, ərzən bozur, bu hədis müxtəlif nəqllərdə gəlibdir, hala Peyğəmbər İslamdan ərz elədim, orucu şəkkə düşdüm. Əhadisimizdə var ki, bir adam əgər günah eləsə, onun qəlbində bir qərə nüqtə olar, düşər, xal düşər elə bir qəlbinə. Qaranlıqlıq olar bir nüqtə qəlbində onun. Əgər günahından tövbə elədi, o qaralıq aradan gedər. Amma əgər günahından tövbə eləmədi, elə günahı günah üstündən elədi, zülmü zülm üstündən elədi, o qaralıq bunun bütün qəlbin bürüyər. Və var ki, ondan sonra bu adam da aqibətdə xeyr olmaz, rəstigar olmaz, xoşbəxt olmaz. Biz zülmün müxtəlif əsərləri var, amma o əsərlərə keçməmişdən qabaq istəyirəm bir zat deyəm. İnsan qahi özünə zülm elər, özündən müqayət olmaz, özündən muraqibət eləməz, özün yoxlamaz. Şeytanın əsri olar, nəfsin əsri olar. Dininin sözlərin yaxçı örgənməz, özün günahdan yaxçı qorumaz. Burada insan özünə zülm edir. İnsanın zülmü qahi Allah olar. İnneşşirke lezulmun azim. Allah'a şərik qərar vermək böyük zülmüdür. Böyük zülmüdür. Bu ayə Qur'anıdır. Qahi Allah'ın özür ki tanıyacaq, eləyə bilər artıq tanısın, təlaş eləmir, ciddi cəhd eləmir Allah'ı yaxçı tanısın, Allah'ın nemətlərini yaxçı tanısın, imanın qeynməsin. Bu da zülmüdür. Adam qahi evdə ailəsinə zülm elər. Ailəsinin haqqı, hüququn şər'i deyən təkin müvazibət eləməz, qorumaz. Qadınına zülm elər, oğluna, qızına zülm elər. Qahi görəsən bir ailədə qadın
ağasına zülm edir, ərinə zülm edir. Qardaş bacıya, bacı qardaşa, oğlad ata-anaya, ya ata-ana əhyanən Xuday nəkərdə oğlada zülm elərlər. Bu oğladı dinləyən təkin becət böyütməzlər, tərbiyyət eləməzlər. Tərbiyyət eləməzlər. Allah Peyğəmbərlə bunu, salamünaleyküm, aş tanıtdırmazlar. Əhl-i Beyt məzhəbi ilə tanıtdırmazlar. İmam Hüseyin ilə tanıtdırmazlar. Bu zülmdür da. Bu oğlada zülmdür. Zülm qahi məsələn adam birinin mal qismətində birinə zülm elər. Qahi birinə abrı qismətində zülm elər. Birinin qeybətini elər. Birini məsxərə elər. Birinin abrısına toxunar xalqın içində. Bunlar hamısı zülmüdür. O zatlardan ki bais olar, İnsan Allah'tan uzaq düşsün zülmüdür. İnsan qahi dininə zülm elər. Biz müsəlmanıq. Məsələn, bu məmləkətdə yaşayırıq. Deyirik müsəlmanıq. Xristiyanlar baxır məsələn mənim əxlaqıma, mənim ədəbimə, mənim əxlaqıma, mənim insaniyyətimə İslamdan uzaq gəzirlər. Deyirlər gəl İslam budur, yox, biz yox. Bu dinə zülmüdür. Bu dinə zülmüdür. Bu dinə zülmüdür. Qahi adam bir iş öhdəsini alır. O iş, mən bir iş öhdəmi alıram, mənim işim deyir bu. Mənim əlimdən gəlməz. Bu zülmüdür. Rivayətlərdə var, belənçilik adam məlundur. Bir işi qəbul eləyə ki, bu işin əhli deyir, əlindən gəlməz. Xub, məsələn bir karmətdir, bir iş görəndir. Buna bir iş tapışıblar, xalqın ona müraciət eləyənlərin gərək işin həll eləyə, problemlərin həll eləyə, əhəmiyyət vermir. Bu o insanlara zülmüdür. Xub, bu zülmün müxtəlif qismləri var. Yaxşıdır ki biz mübarək Ramazan ayıdır da, qahi özümüzlə xəlvət eləyək, görək bizim heç bu zülmlərdən bizim varımız ya yoxumuzdur. Əgər yoxumuzdur, Allaha çox şakir olaq və Allahdan istəyək əlimizdən yapışsın, biz bu zülmlərə düşməyək. Vəli əgər Xuday nəkərdə oğladımıza zülmümüz olub, əyalımıza, qadınımıza zülmümüz olub, ağamıza zülmümüz olub, dinimizə zülmümüz olub, həmsayamıza zülmümüz olub, imam-ı zamanımıza zülmümüz olub, istiğfar eləyək, tövbə eləyək və Allahdan istəyək gələcəkdə əlimizdən yapışsın, dahi bu zülmlərin dövrəsinə dolanmayaq. Bu zülmlərin dövrəsinə dolanmayaq. İttəqu zulmə fə innəhu zulmatun yevməl qiyamə. Baz Peyğəmbərimizdən də buyurur, zülmüdən pərhiz eləyin. Zülmün dövrəsinə dolanmayın. Zülm qiyamət günü qaranlıqlardır. Qaranlıqlardır. Bu ayə Surə-i Hədiddə 13-cü ayənin bir qismətidir. Yevmə yəqulul münafiqun vəl-münafiqat lillezine amenun duruna naktabis min nurikum qila irci'u vera'akum feltemisu nura. Qiyamət günü münafıqlar o imanlı insanlara deyərlər, baxın bizə, biz o sizin nuruzdan bir pay götürək, bir miqdar götürək. Naktabis min nurikum. Sizin o nuraniyyətinizdən, sizin nuruzdan biz bir miqdar əxz eləyək, alaq, götürək. Sizin o nuruzdan bizə gəlsin.
یوم یقول المنافقون والمنافقات للذین آمنوا انظرونا deyərlər bizə baxın, sizin o nurunuzdan biz iqtibas eləyək, götürək. Onlara cavab verirlər ki, erci'u vəra'akum. Nur qazanmağın yeri bura deyil. Dünyada gərək bu nuru qazanaydınız. Dünyada gərək bu nuru qazanaydınız. Ahirətizi işıqlandıraydınız. Dünyada qəlbizi, o qəlbin nuraniyyəti, onlar ahirət nuraniyyəti, ahirət işıqlığı. Onlar ki, dünyada əhli günahdırlar, əhli məsiyyətdirlər, əhli zülmüdürlər. Hədis deyir ki, bunların ahirətləri zülmət olar, qaranlıq olar. Əmir-əl-Müminin əleyhissalam buyururlar ki, əz-zulmu əl-əmur-rəzail. Əl-əmur-rəzail. Rəzilə yəni pislik, qolaylıq. Əmir-əl-Müminin bir o pis xislətlərini yap, pisi yap, qolayı zülmüdür. Zülm eləmək pisliklərin ən pisidir. Yap pisidir. Yap pisidir. Əl-əmur rəzaildir. Baz Əmir-əl-Müminindən də buyurur ki, əz-zulmu yuzillul qədəm və yəslibun nəam və yuhlikul umam. Zülm qədəmi düz yoldan, xoşbəxtlik yolundan, iman yolundan, Allah peyğəmbər yolundan züvdürər, kənara çəkər. Zülm insanın qədəmin düz yoldan, Allah yolundan, iman yolundan züvdürər. Xub, insanın qədəmlərin züvdürər və buyurur və yəslibun nəəm. Bir əsərdə budur ki, nemətləri adamın əlindən alar və yuhlikul umam. Zülm ümmətləri nabud elər. Ümmətləri nabud elər. Bəli, zülm əsəri budur. Zülm ümmətləri. Bir ümmətdə bir iddə zülm eləsələr, ya o ümmətin böyükləri zülm eləsələr, ya o ümmətin əhli zülm eləsələr, o ümmət nabud olar. Nabud olar. Nabud olar. Bu da bir əsər. Əmir-əl-Müminindən Nəhcül Bəlağədədir bu. Ərzən bozur. Nəhcül Bəlağədə 224-cü xutbədədir. Əcib xutbədir. Bunun bəzi cümlələrini tərcümə eləyim xidmətsə. Buyurur, Vallah. Əmir-əl-Müminin and içir. Əmir-əl-Müminin buyurur, and ola Allah'a. Ləən əbitə ələ həsəkis səədan musəhhətən. Həsəkis səədan o bir tikandı ki, 3 şaxəs olar o tikanı. Özü də bir zəhrili tikandı. Zəhrili tikandı ki, dəvə ondan yiyər. Ona deyərlər xarşotor ya oştorxar fasda deyərlər. O dəvə ondan yiyər. Deyərlər o tikanı ki, dəvə yiyir. Əmir-əl-Müminin buyurur, and olsun Allaha. Mən əgər gecəni o tikanların üstündə sübhə kimin yatam, o tikanların üstündə yatam, o cərrəfil əğlal musaffədən, ya məni bir qol o zəncirə bağlayalı, o yan bu yana çəkələ, bunlar mənə məhbubtərdir, bunlar mənə əm yaxçıdır, ki bundan ki Allah'ı mülaqat eləyəm qiyamət günü, der hali ki Allah'ın bəndələrin, bəzi Allah'ın bəndələrinə zülm eləmişəm mən. Allah'ın bəndələrinə zülm eləmək, onlar mənə bundan yaxçıdır. Ki mən sübhə kimin o xarşotorun üstündə yatam, həsək-i sədanın üstündə yatam, ya məni zəncirə bağlayıb, əlini zəncirə bağlayıb o yan bu yanadır. O mənə çox rahatdır, çox məhbubdur. Bundan ki qiyamət günü Allah'ı mülaqat eləyəm, der hali ki bəzi bəndələrinə mənim zülmüm geçibdir, zülm eləmişəm. Görün, nə əndazə bu zülmün qəbahəti var və pisliği vardır. Xob,
Və baz buyurur ki, və qasibən li şeyin minhu tam, Allahı mülaqat eləyəm, Allahın peyğəmbərin qiyamətdə mülaqat eləyəm, در حالی ki bir o qəsb eləmişəm hütam dünyadan, ya əfradın malın, ya beytülmaldan, fərq eləməz. Və keyfə əzlimu əhədən, Əmir əl-Möminin buyurur, mən necə bir adamı zülm eləyim, li nəfsin, bir nəfsimdən ötür ki, yusra'u iləl bəla qufulaha, ki mənim bu nəfsim gedir köhnəliğə tərəf, gedir çürüməyə tərəf, günbəgün dalı otururam. Bu nəfsi ki günbəgün əldən gedir, ölümə yaxınlaşır, çürüməyə yaxınlaşır, mən bu nəfsimdən ötür, aya zülm eləyim bir adama, necə zülm eləyim bir adama, o nəfsimdən ötür ki sürətlə gedir çürümək tərəfinə. Və yətulu fissəra hululaha, və bu nəfsin topraq altında qalmaqlığı tulani, çoxlu, uzaq zamanlar olacaq, çoxlu zamanlar olacaqdır. Bu nəfsdən ötür mən zülm eləyim, bu nəfsdən ötür mən zülm eləyim. Baz Əmir əl-Möminindən də buyurur ki, Əmir əl-Möminin buyururlar ki, baz Vallah لو اعطیت الاقالیم السبعه, əgər aləmi verələn, 7 iqlimi verələ mənə, and olsun Allaha, əgər 7 iqlimi verələ mənə, ondan ki o 7 iqlimə mərbutdur, o mövcudatla ki o 7 iqlimdə vardı, aləmi verələ Əliyə, əla ən əsiyəllah, bu ki Allaha günah eləyəm, nə günahı bu miqdar bax, fi nəmlətin, əslubuha cülbə şəirətin ma fəaltuhu. Bu ki məni Əli, bir qarışqanın ağzından, bir arpa danasının qabığın onun ağzından alan, mənə Əli mun eləmərəm. Əgər aləmi verələ mənə, ki mənə Əli bu əndazə günah alam eləyəm, ki bir qarışqanın ağzından, bir arpa danasının, arpanın danasının özün yoxa, qabığın alam, mənə Əli mun eləmərəm. Bu miqdar da mənə Əli zülm eləmərəm. Xob, baz bu xutbənin idaməsində var, buyurur ki, və innədin, sizin dünyaz, mənə çox yüngültərdir, o yarpaqdan ki çəkicə ağzında çeyniri, oncan mənə Əliyə sizin dünyazın ərzişi yoxdur. Və mal-i Əliyyin və li-nəimin yəfna və ləzzətin la təbqa. Əli neynir? O neməti ki fənaya getməlidir, aradan getməlidir. Və mal-i Əliyyin və li-nəimin yəfna. Əli neynir? O neməti ki fənadadır, fənaya getməlidir, nabud olmalıdır. Və ləzzətin la yəbqa. Əli o ləzzəti neynir ki, o ləzzətin davamı yoxdur. Dünya ləzzətləri hamısı budur da. Dünya nemətləri, dünya ləzzətləri hamısı budur. Hamısı budur. Nəuzu billah min subatil aql. Allaha pənah aparırıq əqlimizin yoxlamağından, əqlimizin qəflətindən və qubhiz zələl və ayaq budramağın və günahların qubhindən Allaha pənah aparırıq. Baxın, var ki, bir hədis oxuyum, əraizim tamam. Leysə şeyun, bazı əmirul-müminindəndir. Leysə şeyun əd'a ilə təğyir ni'mətillah və tə'cil ni'mətih min iqamətin əla zulmi. O zatlardan ki, insanın əlindən sürətlə nemətləri alar, nemətlər nabud elər və insanın niqmətə və bədbəxtlığa düçar elər zülmüdür.
Yəni zülm insanı sürətlə nemətləri insanın əlindən alar və insanı mübtəla elər niqmətə, biçarəliğa, bədbəxtliğa, Allahın intiqamına, Allahın qəzəbinə. Binabərin zülm çox ərzən bu huzur böyük günahlardandır. Baxın adam bir dəfə Xuday nəkərdə bir günah elir Allahla özü arasında. Allahı razı eləmək çox asandır, çox rahatdır. Amma bəşərə zülm eləyə insan, Beytülmala zülm eləyə, bəşərə zülm eləyə, müsəlmanlara zülm eləyə, ayrılara zülm eləyə, ayrıların gölünə ələ gətirmək çox çətindir. Adam bir ürəyi sındıra, bir cəmidə tohin eləyə, birinin cəmin içində, xəlqin içində abırsına toxuna. Bunlar bais olar ki, nemətlər adamın əlindən geçsin. Bunlar bais olar adam duaları ucalmasın, Allah dərgahında dərəcəyə icabətə çatmasın. O yezatlardan ki, bu gecələr gərək biz çox müğayit olaq, vaqəən gedək oturaq bizlərə fikr edirik, görək vaqəən kimə zülmümüz geçib, kimə zülm eləmişik. Hər o adamlara ki, bizim Xuday nəkərdə zülmümüz satıbdır, hilliyyət alaq və himmətimiz də ömrümüzün gələcağında bu olsun ki, səyimiz bu olsun, himmətimiz bu olsun ki, zalimlərdən olmayaq. Bərayin ki, Allah təbarəkə teala Qur'anında buyurur, İnnəhu la yuflihuz zalimin. Zalimlər aqibət və xeyr olmazlar, rəstqar olmazlar, xoşbəxtliğa çatmazlar. Bu andazə əraizimiz kifayət elər, tulani də oldu. Ərzən bu huzur etizar edirik sözlərin tulani olmağından. Allahdan istəyirik, əlimizdən yapışsın, köməklik eləsin, biz zalimlərdən olmayaq. Və əgər bəziləri bizə zülm eləyib, istəsək Allahın rəhmətini cəlb eləyək, biz də olsun. Əgər bir para haqqlarımız payman olub, zülmlər olub, onlar ki bizə zülm eləyiblər, səy eləyək onlardan geçək, ta Allah da bizdən inşallah bizim günahlarımızdan geçsin və göz ötsün və geçsin və bağışlasın inşallah. Pərverdigara barilaha İmam Zaman aleyhisselamın zuhurunu yaxın elə. Allah Pərverdigara bizi o büzürgüvarin düzgün şiələrindən qərar ver. İman, əhli iman, müminlər, müsəlmanlar, aləmin hər yerində Xudaya köməklik elə. Kuffarın, kafirlərin zülmündən onlara nəcat ver. Pərverdigara barilaha xəstələrimizə, evlərdə, xəstəxanalarda, onlar ki ruhi xəstəlikləri var, Xudaya xəstələrimizə və xəstəliklərimizə şifa kəramət elə. Şəhədamıza, üləmamıza, imam şəhədaya, onlar ki haqqları boynumuzda vardı, ata-analarımıza, indi onlar ki bax bir topraq altında, onların hamısı gözləri çəkir, bizlərin tərəfindən onlara xeyrat geçsin. Allah hamıların qəriq rəhmət elə, aqibət əmrimizi xətmi bi xeyr elə. Və sallallahu ala Muhammedin və alihi və bil-Fatihəti mə'əs-salavat.